Herkese salam. Bugün sizlerle İblis faciəsinin geniş təhlilini aparacağıq. Bilirəm ki, bu əsər hər kəs tərəfindən tam başa düşülmür. Ona görə də xahiş edirəm ki, hər kəs videonu like etsin və kanala abunə olsun, paylaşsın ki, daha çox müdavim, daha çox şagird, abituriyent yararlana bilsin. Çünki bilirəm ki, çox şagirdlər, hətta müəllimlər belə bu əsərin tam məzmununu başa düşə bilmirik. Mən isə neçə zamandır bunun üstündə işləyib, axır ki bir ümumi vəziyyət ortaya çıxartdım. Gəlin baxaq. Deməli, əsərin geniş məzmununu birinci yazmışam. Geniş deyəndə ki, çalışdığım qədər qısa eləmişəm ki, rahat olsun. Onu da deyim ki, bu təhlilə, yəni bu məzmuna və təhlilə baxdıqdan sonra gedib əsəri bir dəfə üstündən oxusanız, onda əsər sizə daha aydın başa düşüləcək. Orada daha yaxşı başa düşəcəksiniz. Gəlin birinci pərdəyə baxaq. Hadisələrin baş verdiyi məkan və vəziyyət. Bağdad yaxınlığında ağaclıq, mənzərəli bir yer, ixtiyarın sadə daxmasının qarşısı, yəni çardağının, arxa planda müharibə gedir, top və tüfəng səsləri eşidilir. Burada səhnəyə çıxan obrazlar kimlər olur? Ümumiyyətlə kimlər olur? İblis olur, birinci pərdədə, Mələk olur, Arif, İxtiyar, Xavər, İbn Yəmin, Rəna, Zənci, Əskər, Küçük zabit, Yaralı zabit, Vasif, Rənanın babasının xəyalı. Hadisələrin ardıcıllığı və kimin nə etdiyinə baxaq. İblis və mələk səhnədə görünür. İblis insanları müharibə edib bir-birini qırmasından zövq alır. Mələk isə bu vəhşətə neynir? Kədərlənir. Arif yuxudan oyanır. O Tanrıya üsyan edən bir nitq söyləyir. Dünyadakı haqsızlıqlara, qan-qadaya görə əzab çəkir. İblis Arifin qarşısına çıxır. Arifə deyir ki, sən də mənim əlimdə oyuncaq olacaqsan. Arif onu qovur. Onun qarşısına çıxmasının məqsədi o idi ki, Arif öz nitqində bu bəlaların səbəbinin iblis olduğunu deyirdi və iblis də gəlib ona deyir ki, ay biçarə çocuk, sən də mi iblisə qapıldın? Görərsən indi mən sənin başına nə oyunlar açaram. Arif yuxudan oyanır. Orasını dedim, üzr istəyirəm. Arif onu qovur. İxtiyar Arifə məsləhət görür ki, sonra İxtiyar gəlir, Arifə məsləhət görür ki, bu qədər dərin düşüncələrə dalıb özünü məhv etməsin. Xavər gəlir, yəni Arifi sevən qızdır orada. Yəni onun nə orada həyat yoldaşı olması, nə də olmaması barədə elə bir məlumat yoxdur. Sadəcə birlikdə yaşayırlar. Ona görə mühakimə yürüdə bilirik ki, evlidirlər. Qalib onu sakitləşdirməyə çalışır. İbn Yəmin, Rəna və əskərlər daxmaya gəlirlər. Arif Rənanı görür və onu keçmişdən, yəni İstanbuldan tanıdığını xatırlayır və Rənaya yenidən aşiq olur. Əslində, bunu deyim ki, o əvvəldən elə Rənaya aşiq idi və Xavərə deyirdi ki, mən əslində sən olmasan nə edərəm? Sonra xatırlayır Rənanı və Rənanı xatırlayır da, yəni o zaman görür Rənanı və deyir ki, əski köhnə duyğuları yenidən baş qaldırır. Məlum olur ki, Rənanın atası öldürülüb. Rəna atasının qatilini tapıb ondan intiqam almaq istəyir. İbn Yəmin isə, bax bu İbn Yəmin, Rənaya qatili tapacağına söz verərək özünə bağlamağa çalışır onu. Rəna and içir ki, qatili kim tapsa və ya öldürsə ona səcdə edəcək, yəni ona könlünü verəcək. Vasif və digər zabit yaralı rus zabitini gətirirlər. İxtiyar və Xavər ona kömək edirlər. Vasif Rənanı görür və İbn Yəminin onun aldatdığını bilir. Rənanı xilas etmək istəyir. Arif Rənanın İbn Yəminlə getməsindən dəli dərəcəsinə çatır. İblis yenidən gəlir, Arifə silah və qızıl təklif edir ki, gedib Rənanı əldə etsin. Arif əvvəlcə rədd etsə də, ehtiraslarına məğlub olub, Rənanın ardınca gedir. Burada münasibətlər Ariflə Xavər birlikdə yaşayır, amma Rənanı görən kimi Xavəri unudur. İbn Yəmin Rənanı əldə etmək üçün ona yalan vədlər verir. Yəni deyir ki, mən sənin atanın qatilini tapacağam, birlikdə tapacaq, narahat olma. Hadisələr nəticəsində isə Arif öz prinsiplərini sındıraraq Xavəri atır və iblisin təsiri ilə Rənanın ardınca gedir. Təbii ki, onun Rənanın ardınca getməsində iblisin də az rolu yoxdur. Birinci pərdədə əsas məqamlar nələrdir? Arifin Tanrıya və dünyaya inamsızlığı, Rənanın intiqam andı və bu
and əsərin sonrakı bütün hadisələrini idarə edir. Arifin xəbəri unudub Rənaya meyl etməsi, iblisin Arifə qızıl və silah verərək onu yoldan çıxarmağa artıq başlaması. Yəni artıq birinci pərdədən başlayır onu yoldan çıxarmağa. Burada diqqət edilməli məqamlar nədir? İblis Arifə dedi ki, al, işte bu ateş, bu da ən sevgili məbud. Yəni deyir, al bu silah, bu da qızıl. İblis bildirir ki, dünyada məqsədə çatmaq üçün güc, yəni silah və pul, yəni qızıl lazımdır. Burada təsiri nə olur bəs? Arif əvvəl rədd etsə də bu nitq onun beyninə girir və sonradan məhz silah və qızılı aratır. Burada mən ümumi bütün hər yerdə məşhur olan nitqləri yazmamışam. Çünki onsuz da onu hər kəs bilir də. Mən sadəcə olaraq ümumi məzmunu verməyə çalışmışam ki, tam olaraq aydın olsun. Birinci pərdədə çaşdırıcı məqam budur ki, niyə Arif birdən-birə Rənaya aşıq oldu? Amma birdən-birə olmadı. Doğru, Arif Rənanı əvvəldən İstanbulda yaşadıkları dövrdən tanıyırdı və uşaqlıqdan ona vurğun idi. Daxmada onu qəfildən görəndə köhnə hisslər oyanır. İkinci pərdə necə başlayır, necə bitir? Gəlin baxaq. Artıq keçirik ikinci pərdəyə. Burada ərəb zövqünə uyğun bəzədilmiş salon, İbn Yəminin evidir də bura. Ərəb zövqü ona görə deyirik ki, ora haradır? Məhz bu İbn Yəminin evidir. O Rəna ilə məcburi nikah kəsdirməyə hazırlaşır. Burada da belə bir nitq olur ki, gəlir Rəna içəri girir, soruşur ki, bu qədər təmtəraq, bu dəmdəstgah nə üçündür? İblis də ərəb qiyafəsində olur və deyir ki, yəni özünü bilməzliyə vurursan da sənin İbn Yəminin toyudur. O da bilmirdi axı. Yəni hətta İbn Yəmin Rənaya deməmişdi ki, biz səninlə nikah kəsəcəyik. O istəyir ki, birdən-birə eləsin ki, Rəna çıxılmaz vəziyyətdə qalsın və onunla evlənsin. Burada səhnəyə çıxan obrazlar İbn Yəmindir, İblisdir. İblis burada diqqət edin, ərəb xidmətçi cildindədir. Ümumiyyətlə İblis əsərdə müxtəlif qiyafələrdə görünür. Vasifdir, kiçik zabitdir, Rəna, Arif, Çavuş, digər zabitlər və rəqqasələr də var burada. Hadisələrin ardıcıllığı və kimin nəhdi ilə baxırıq. İbn Yəmin İblis də xidmətçi qiyafəsindədir, bir daha deyirəm, tapşırır ki, imam gətirsin. Rəna ilə nikah qıydıracaq. Vasif və dostu salonun içinə girirlər, Rənanı axtarırlar. İblis onlara deyir ki, Rəna İbn Yəminə gedir. Biraz sonra gələrsiniz və Vasif qəzəblənir. Rəna əlində kağızlarla gəlir. O öyrənib ki, İbn Yəmin xaindir və orduya xəyanət eləyir. Arif bəzənmiş halda gəlir. İblisdən Rənanı soruşur. İblis Arifə şərab verir. Arif içib sərxoş olur. Bu deməli şərab verməsi necədir? Əslində ondan su istəyir. Deyir ki, bir yudum su. İblis də götürür ona raqı süzür. Görür ki, bu raqı acıdır da. Arif ona deyir ki, sən mənə nə verdin? Deyir ki, bu acıdır, hə onda gəl sənə verim, bax bu şirindir. Sonradan verir ona şərab içizdirir. Və onun iblis olduğunu bilmir. Sadəcə xidmətçi qiyafəsində xidmətçi olduğunu bilir. Rəna qaçmaq istəyir, Arifdən kömək istəyir. Yəni bildikdən sonra qaçıb Arifdən kömək istəyir. İblis Rənaya deyir ki, Vasiflə qaçsın. Rəna da qaçır. Və deməli İbn Yəmin qonaqları qəbul edir, rəqqasələr oynayır. İbn Yəmin qonaqlar gəlir, Vasif, digər zabitlər, rəqqasələr oynayırlar. Qəfildən deməli qanun nəfərləri gəlib İbn Yəmini həbs edirlər. Çünki Arif və Rəna onun xəyanət sənədlərini lazımi yerə çatdırıblar. Necə? Deməli Arif gəldikdən sonra Rəna gətirib həmin sənədləri Arifə verir və deyir ki, bax, bunlar tapdım da dəlillərdir. Bu nə dəlildir ki, belə? Deyir ki, İbn Yəminin xain olduğunu göstərən sübutlardır. Deyir, mən bilirdim də, elə o hərfdə nəsə var. Mən ondan şübhələnirdim. Bundan sonra deməli gedirlər onlar. Arif deyir ki, hə, qoy onu mən gedim polis çağırım, gəlib tutsunlar. Arifi göndərirlər bu həmin o adamlarına. Lakin indi mən deyəcəm, sonra bizə məlum olur ki, İbn Yəmin əslində tutulmur, onların əlindən qaçır. Həmin o 3 nəfərin. Hətta bir istehsad edir ki, yoxsa məni bu 3 nəfərin tuta biləcəyini sanırdılar. Deməli, burada münasibətlər nədir? Deməli, Rəna Vasiflə birlikdə sonra qaçır. Arif dönəndə İblis ona deyir ki, Rəna Vasiflə getdi. Arif qısqanclıqdan dəli olur və onların ardınca meşəyə qaçır. İblis burada həm İbn Yəminə xidmət edir, həm Arifə şərab verir, həm də Rənanı Vasiflə qaçırdır. O, hadisələri qarışdırır. Arif Vasifə qarşı qısqanclıq hiss etməyə başlayır. Hadisələrin nəticəsində İbn Yəmin həbs olunur. Biz elə bildik təbii ki orada. Sonra Rəna Vasiflə meşəyə qaçır. Sərxoş Arif isə onların arxasınca düşür. Burada İblis xidmətçi cildinə girir və hamını idarə edir. Əsas məqamlar. Arifin prinsipləri tamamilə tapdalayır.
şərab içməsi, İbn Yəminin xəyanətin üstünün açılması və həbsi, Arifdə Vasifə qarşı düşmənçiliyin yaranması. Bunlar baş verir ikinci pərdədə. Burada iblis öz-özünə diqqət edilməli nitqlər hansılardır? İblis öz-özünə deyir ki, deməli, məndən imdad umuyor cümləcahan, biri zalım, biri məzlum insan. Yəni deyir ki, həm zalım, həm də məzlumlar məndən kömək diləyirlər. İblis göstərir ki, həm pis adamlar, həm də yaxşı adamlar məqsədlərinə çatmaq üçün ona neynirlər? Müraciət edirlər. Burada pis adam deyəndə İbn Yəmini nəzərdə tutur, yaxşı adamlar dedikdə isə Arifi nəzərdə tutur. Deməli, burada çaşdırıcı məqamlar. Arif niyə içki içir? Çünki Arif çox kədərli idi, pulsuz və silahsız olduğu üçün Rənanı əldə edə bilmədiyini düşünürdü. Bunu da əldə edə bilməyəcəyini düşünməsinin səbəbi məhz iblis idi ki, iblis ona gəlir, deyir ki, əgər sənin altının yoxdursa, silahın yoxdursa, sən əgər məni öldürmürsənsə, sən onda nə etməlisən? Rəna sənə heç vaxt baxmaz. Sən deyir, gəlir çoxlu altının olsun sənə baxsın. Yox, əgər o da yoxsa deyir, gəl məni öldür. Yəni qatil ol, ondan sonra silahın olsun ki, sənə baxsın. Onun beyninə yeriyir də bütün bunlar. Sonra iblis ona təsəlli tapmaq üçün şərab verir və Arif iradəsizlik edib içir. Üçüncü pərdə, deməli, birinci pərdəmiz baş vermişdi harda? Daxmada. İkinci pərdəmiz baş vermişdi harda? Deməli, İbn Yəminin ərəb bəzəkli evində nikah qıydırmaq istəyirdi. Lakin üçüncü pərdədə də birinci pərdədəki məkan, yəni ixtiyarın daxması. Burada da Xavər, yaralı Rus zabiti, ixtiyar, iki Türk zabiti, ərəb zabiti, iblis, Rəna, Vasif, Arif iştirak edir. Hadisələrin ardıcılığı və kimin etdiyinə baxaq. Yaralı Rus zabiti sağalıb, Xavəri onu sağaltdığı üçün təşəkkür edir. Amma Xavərin kədərli olduğunu görür. Çünki Arif onu tərk edib. Türk zabitləri gəlir, Rus zabiti əsir olduğu üçün onu asmaq istəyirlər. Bir ərəb zabiti gəlib xəbər verir ki, müharibə bitdi, türklər məğlub oldu, ərəblər onlara xəyanət edib, İstanbula qədər yolları açdılar. Ərəb zabiti buna sevinir və gülür. Rus zabiti bu xəyanətə və ərəbin arsızca gülməsinə dözə bilmir, təpanca ilə ərəb zabitini vurub öldürür, sonra isə öz silahını təhvil verir. Bunun da səbəbi oydu ki, onlar da Rus zabitinə deməli nə etmək istəyirdilər? Öldürmək istəyirdilər də. Lakin sonradan məlum olur ki, əslində həmin Rus zabiti, biz onun Rus zabiti olduğunu bilirik. Sonra bizə sonda bir hissələr var ki, o hissədə açılır ki, əslində o Rus zabiti Rus deyilmiş də, Türk imiş. Sonra baxırıq nəyə? Vasif və Rəna İbn Yəminin adamlarından qaçaraq daxmaya gəlirlər. Xavər heç bir qısqanclıq etmədən Rənanı zirzəmidə gizlədir. Yəni demir ki, halbuki deyir ki, Arif səni istəyir, amma deyir, mən səni heç vaxt pis vəziyyətdə qoya bilmərəm. Sərxoş və dəli halda Arif daxmaya gəlir, o Xavərə nifrətlə baxır və onu italəyir, Rənanı axtarır. Xavər Arifə mane olmaq, onun qarşısını kəsmək istəyir. Arif qəzəblənir və Xavərin boğazından yapışaraq onu boğub öldürür. Bunu da heç kim görmür, nə ixtiyar, nə də ki, Rəna. Arif zirzəmini açır, Rənanı tapır və oradan qaçırlar. İbn Yəmin qaçır, gəlir və Xavərin cəsədini görür. İxtiyar gəlib nəvəsinin ölüsünü görür və ağlını itirir, o da qisas istəyir. İblis ixtiyarı da yoldan çıxarır. Burada bax, qisas istəyən kimlərdir? İxtiyardır, öz qızının qisasını istəyir. Və Rəna da atasının qatilinin tapılmasını qisas istəyir. Münasibətlər Arif Xavərə qarşı tamamilə mərhəmətsizləşir. Xavər isə sona qədər fədakardır. Hətta Arifin sevdiyi qıza belə fədakarlıq eləyir və buradan həqiqətən də belə bir şey çıxardırıq ki, burada həqiqətən də olan Xavərə olur ki, burada həqiqətən də təkcə ürəkdən sevən Xavər imiş. Rus zabiti vəzifə və şərəf hissi ilə hərəkət edir. Hadisələrin nəticəsində məsum Xavər Arifin ehtirası ucbatından ölür, ixtiyar dəli olur, Arif cinayətkara çevrilir. Üçüncü pərdənin əsas məqamları Rus zabitinin şərəfsiz ərəb zabitini öldürməsi, Xavərin Rənanı qoruması, Arifin özünü itirərək məsum Xavəri boğub öldürməsi. Diqqət edilməli məqamlar nədir? Yaralı Rus zabiti Türk zabitinə deyir ki, sadə bir bayquş ağzı susturdum. Cəza bulsaz haqsız, məni edama indi haqlısınız. O demək istəyir ki, düşmən də olsaq vətənə xəyanət edən xainin arsızlığına dözə bilmədim. Və zabitlər onun mərdliyini görüb cəzalandırmırlar, onu da özü ilə aparırlar.
Sonra keçirik üçüncü, yox, deməli çaşdırıcı məqam nədir? Arif Xavərniyi öldürdü. Arif çox içmişdi. Özü və gözü Rənadan başqa heç nə görmürdü. Xavər isə Arifin zirzəmiyə girməsinə imkan vermirdi. Arifin məqsədi qəsdən Xavəri öldürmək deyil, onu yoldan çəkmək istəyərkən vəhşiləşib boğdu. Çünki ağıl başda deyil axı içib də. Dördüncü pərdə hadisələrin baş verdiyi məkan və vəziyyət. Deməli, dördüncü pərdədə meşəlikdə baş verir hadisələr, meşəlikdə, quldurların məskənində, haydutların. Səhnəyə burada artıq quldurlar çıxır, Elxan çıxır, Arif, Rəna, İbn Yəmin, Vasif, Papaz, Xaxam, Şeyx, Xəstə qadın, İblis, İxtiyar. Baxaq ki, burada hadisələrin ardıcılığı və kim nələr deyib. İki quldur yolda Arif və Rənanın qarşısını kəsir, onlar qaçdılar axı. Onların qızıllarını və Rənanı almaq istəyirlər. Deməli, burada Arif soruşanda ki də, Rəna soruşanda ki, bu qızıllar sənə hardandır? O da deyir ki, hə, bir arkadaşım vardı, ərəb, ondan qalıb da. Quldurbaşı Elxan gəlir, deyir, o öldü, mənə qaldı bunlar. Sonra bu haydutlar da onların söhbətinə qulaq asırlar. Quldurbaşı Elxan gəlir. Sonra o əvvəllər zabit olub, ordudan qaçıb meşədə quldurluq etsə də ədalətlidir. O Arifi və Rənanı o haydutların əlindən xilas eləyir və orada da Arif və Rəna ona təşəkkür edirlər. Deyirlər ki, sənin kimi haydut olarmı? Sən haydut deyilsən. O da deyir ki, bəli, əvvəllər mən də bir zabit idim, sonra bir nəfərin xəyanətini üzə çıxartdım, o da indi mənim arxama düşüb, mən də ona görə qaçaq düşmüşəm. Sonra digər quldurlar İbn Yəmini tutub gətirirlər, Rəna qatilini tapdığı üçün sevinir. Quldurlar meşədən keçən dini rəhbərləri gətirirlər. Elxan onların əslində din adı altında xəyanət, casusluq və pul yığmaqla məşğul olduqlarını ifşa edir və onları güllələtdirir. Xəstə qadını və uşağı buraxır. Vasif gəlib çıxır, o Rənanı tapdığı üçün sevinir, lakin Rənaya deyir ki, Rəna deyir ki, o yalnız atasının qatilini, yəni İbn Yəmini öldürənə məxsus öldürən deməkdir, yəni tapana, qatil tapana məxsus olacaq. İblis Arifə deyir ki, Vasif sənə maniyadır, onu öldür. Arif Vasifin Rənaya yaxınlaşmasını qısqanır. Bu necə olur? Deməli, gəlir Vasif deyir ki, sənin atanın qatili bu hərifdir. Daha sonra demək, ondan sonra İbn Yəmin də çəkir. Daha doğrusu Elxan İbn Yəmini öldürür bu hissədə. Sonra isə Elxan Vasifdən soruşur ki, yaxşı da, çox sağ ol ki, sən belə bir həm İbn Yəmini tapmaqda kömək elədin, həm də o qatili tapdın da, yəni bizə. Deyir ki, bəs sən nə istəyirsən? İblis də qayıdıb ona deyir ki, bu Rənaya məftundur da, bu oğlan Rənaya məftundur. Bunu da qəsdən deyir. Nəyə görə deyir? Çünki bilir ki, Arif də Rənanı sevir axı. Aralarında intriqa yaratmaq istəyir və buna da nail ola bilir. Rəna da Arif deyir ki, yox da, yəni ola bilməz də, mən sevirəm Rənanı. Daha sonra Rəna deyir ki, yox, sən deyir, mənim əski pərəstişkarımsan, Arifə deyir. Lakin mən demişdim ki, kim mənim atamın qatilini tapsa, intiqam alınsa, mən ona verəcəm könlümü. Ona görə də Vasif seçir. Ariflə Vasif burada bir-birinə silah çəkirlər. Lakin hər ikisi də özünü, yəni qardaşını xatırlayır. Arif Vasifi xatırlayır. Vasif də Arifi xatırlayır. Amma onlar heç biri öz adlarını bilmirlər. Arif Vasif olduqlarını bilmirlər. Atəş açılır, Vasif vurulub ölür. İblis bu an Arifə ən böyük zərbəni vurur. Sənin vurduğun bu gənc sənin doğma qardaşın Vasifdir. Bu da nə zaman eşidir? Rəna qışqıranda Vasif deyəndə deyir, nə Vasifmi? O da ondan sonra ki, bəli, bu sənin qardaşındır. Arif qardaşını və Xavəri öldürdüyünü, hər şeyini itirdiyini dərk edib tamamilə ağlını itirir. Ölülərin ruhları səhnədə rəqs edir. İblis insan təbiətinin və cəmiyyətin əslində necə rəziz olduğunu izah edəndən sonra nitqini söyləyib yoxa çıxır. Burada münasibətlər necədir? Elxan hamıya qarşı ədalətli hakim kimi çıxış eləyir. Arif qısqanclıqdan gözü kör olduğu üçün tanımadan doğma qardaşını öldürür. Və nəticəsi nə olur hadisələrin? Vasif ölür, İbn Yəmin cəzasını tapır. Yəni o da ölür, din xadimləri öldürülür. Arif dəli olur, İblis isə qalıb qalib kimi səhnəni tərk edir. Və o səhnəni tərk edəndə deyir ki, mən artıq orada da əsər ümumiyyətlə İblisin monoloqu ilə başlayır və İblisin monoloqu ilə bitir. Və orada da deyir ki, mən artıq gedirəm, çünki mən olmasam da artıq şeytan, İblis sizin öz daxilinizdədir.
Burada pərdənin əsas məqamları nədir? Elxanın ədalət məhkəməsi və saxta dindarların cəzalandırılması, Rənanın ehtirasının qardaşı qardaşa vurdurması, Arifin bilmədən qardaşı Vasifi vurması, İblisin insanın əsl üzünü açan monoloqu. Burada İblis, əsas monoloq nədir burada? İblis nədir? Cümlə xəyanətlərə bais, ya hər kəsə xain olan insan nədir? İblis. Yəni, bu əsərin əsas ideyasıdır. İblis deyir ki, məni günahkar bilməyin, dünyadakı bütün müharibələri, qanları, xəyanətləri edən insanın öz nəfsi və xislətidir. Əsl iblis insanın özüdür. Burada çaşdırıcı məqam Arif Vasifin qardaşı olduğunu niyə bilmirdi? Çünki onlar uşaq vaxtı İstanbulda evləri yanarkən ayrılmışdılar. Vasif hərbçi olmuşdu, Arif isə tərk dünya olmuşdu. İllər sonra qarşılaşsalar da bir-birlərini tanımamışdılar. Çünki aradan çox zaman keçmişdi. Keçirik obrazların təhlilinə. Arif ilk görünüşü. Birinci pərdədə yuxudan oyanıb Allaha üsyan edir. Burada rol nədir? Onun əsərinin baş qəhrəmanıdır. Ağıl və ehtiras arasında qalan insandır. Qərarları iblisi əvvəl rədd edir. Sonra Rənaya olan ehtirasla məğlub olub iblisin şərab, pul və silahını qəbul edir. Xavəri məhv edir. Rənaya kör-körənə aşiqdir və vazifə rəqibdir. Dəyişimi necə olur? Allaha və haqq ədalətinə inanan sakit bir filosofdan qatilə, qardaş qatilinə və nəhayət dəliyə çevrilir. İblisin ilk görünüşü və sonraki görünüşlər necədir? Əsərin lap əvvəlində müharibəni izləyərkən insanların nəfsi, ehtirası və gizli istəklərinin təcəssümüdür. Hansı qərarları verir? Heç kimi zorla nəsə etməyə məcbur etmir. Yalnız şərait yaradır. Yəni ki, deyə bilməliyik ki, biz əsərdə İblis Arifi məcbur etdi ki, şərab içsin ya da iblis Arifi məcbur etdi ki, xavəri boğub öldürsün. Xeyr, sadəcə onun üçün şərait yaradır, şərab verir, silah verir və insanların öz seçimləri ilə məhv olmasını izləyir. Dəyişim nədir? Əsərin əvvəlindən sonuna qədər dəyişmir. Həmişə qalib və istehsalıdır. Rəna ilk görünüşü birinci pərdədə İbn Yəminlə gələrkən rolu ehtiras və qisas simvoludur. Qərarları həyatdakı yeganə məqsədi atasının qatilini tapmaqdır. Buna görə də istənilən adama İbn Yəminə, Vasifə, Arifə söz verməyə hazırdır. Yəni ki, əslində o heç kimi sevmir. Münasibətləri kişilərin ona olan sevgisindən istifadə edərək qisas almaq istəyir. Bəli, bu belədir. Yəni deyə bilmərik ki, Rəna kimisə sevirdi. Gözəlliyi qardaşı qardaşa vurdurur. Xavər isə ondan çox fərqli olaraq çox hörmət elədiyim obrazdır. Sədaqət, masumluq və təmiz sevgi simvoludur. Dəyişimi Arif tərəfindən tərk edilsə də ona xəyanət etmir. Hətta Arifin sevdiyi Rənanı da gizlədib qoruyur. Sonunda Arifin əlində məsumcasına can verir. Vasif də elə bir böyük nitqini görmürük. Gənc, cəsur və vətənpərvər türk zabitidir. Arifin kiçik qardaşıdır. Ədalətli və dürüst zabitdir. Rənanı sevir və onu xilas etməyə çalışır. Sonunda doğma qardaşının gülləsi ilə ölür. İbn Yəmin xain, mənfəətpərəst ərəb zabitidir. Pula və vəzifəyə görə orduya xəyanət edir. Sonra Rənanın atasının qatildir, lakin qızı əldə etmək üçün özünü xilaskar kimi göstərir. Elxan rolu fərari zabitdir, meşədə quldurbaşılıq edir. Qanundan kənar yaşasa da əsərdəki ən ədaləti bərqərar etməyə çalışan insandır. Riyakarlara, saxta dindarlara və xainlərə nifrət edir. Onlara ölüm cəzası verir. Deməli, obrazımız Arifin xavərlə münasibəti, Arifin köhnə sevgilisidir. Arif onu Rənaya görə tərk edir və öldürür. Sonra Ariflə Rəna münasibətinə baxırıq. Arifin ehtirasla sevdiyi və uğrunda qatil olduğu qadındır. Ariflə Vasif, Arif tanımadığı doğma qardaşı Rənaya görə rəqib olurlar və Arif onu öldürür. Ariflə İblis. İblis Arifin manipulyasiya edir. Arif əvvəl müqavimət göstərsə də sonda onun toruna düşür. Rəna ilə İbn Yəmin əslində İblisin toruna düşməsinin də səbəbi o idi ki, onun mənəviyyatında çatışmazlıqlar var idi. Nə qədər yaxşı insan təsiri bağışlasa da onun mənəviyyatında olan qüsurlar ona vadar etdi. Rənanın atasının qatili İbn Yəmindir. İbn Yəmin Rənanı yalanla özünə bağlamaq istəyir. Rəna ilə Vasif Rənanı qoruyan və sevən zabitdir. Rəna ondan da yalnız qisas aləti kimi istifadə etmək istəyir. Elxanla saxta dindarlar, Elxan cəmiyyətin qanunlarını rədd edir, din adı altında gizlənən xainləri özü cəzalandırır. İxtiyarla Xavər, deməli onun nəvəsidir. Xavər öləndən sonra ixtiyar ağlını itirir. Əsas nitqlər baxırıq burada. Deməli,
Arif öz-özünə və Tanrıya müraciət eləyir. Dünyadakı müharibələri, qanları, haqsızlıqları görən Arif Tanrının ədalətindən şübhə eləyir. Niyə insanları yaradıb bu qədər əzab verdiyini sorğulayır. Təsiri odur ki, Arifin daxili boşluğu və inamsızlığını göstərir. Məhz bu inamsızlıq iblisin onun qəlbinə girməsinə. Bax, bayaq dedimi, Arifin qəlbində olan, yəni mənəviyyatında olan qüsurlar. Bax, o qüsurları biz buradan görə bilirik. Çünki o sorğuluyur, Allahı sorğuluyur və iblis də görür onun daxili boşluğunu, Allaha olan inamsızlığını görür və bu inamsızlıqdan istifadə edərək onun qəlbinə girir. Sonra iblisin təklifi, deməli, İblis Arifə bir kisə qızıl və tapanca verir. Deyir ki, səni məqsədinə ancaq bunlar çatdıra bilər. Arif əvvəl bunları yerə çırpır, lakin sonra ki pərdədə məhz pul və silahın gücü ilə hərəkət etməyə başlayır. Sonra Elxan tutulub, Elxanın dindarları ifşası bu 4-cü pərdədədir. Deməli, Elxan tutulub gətirilən ruhanilərin, papasın, xaxamın, şeyxin üzünə vurur ki, siz din məhsəb adı altında xalqa xəyanət edirsiniz, casusluq edirsiniz və qızıl yığırsınız. Bu da təsiri nədir? Əsərdə sadəcə fərdlərin deyil, din pərdəsi arxasında gizlənən böyük ictimai yalanların da tənqidi verilir, Elxan onları edam etdirir. Sonra iblisin yekun monoloqu, iblis hamıya müraciət edərək deyir ki, məni lənətləməyin, mən heç nə etməmişəm, dünyanı qana bulayan krallar, pul düşkünü insanlar, xəyanətkar dindarlardır, insanın özü ilə iblisdir. Əsərin əsas fəlsəfəsi budur. Müəllif bütün cinayətlərin səbəbini insanın öz nəfsi olduğunu sübut edir. Yəni iblis də deyil də, Yunus, sənin öz nəfsindir. Nəfsi də sahib çıx da. İblis neynəsin? Hadisələrin ardıcıllığına bir də baxırıq qısa şəkildə. Müharibə gedir. Arif dünyadakı haqsızlıqlara dözməyib əzab çəkir. İblis Arifə yaxınlaşaraq onu yoldan çıxarmağa çalışır. Rəna və İbn Yəmin gəlir. Rəna atasının qisasını almağa and içir. Arif Rənaya aşiq olur. Vasif və dostu yaralı Rus zabitini daxmaya gətirirlər. İblis Arifə qızıl və silah təklif edir. Arif Rənanın dalınca gedir. İbn Yəminin evində Rəna məcburi nikahdan qaçmaq istəyir. İblis Arifə şərab içdirir. Arif sərxoş olur. Rəna İbn Yəminin xain olduğunu göstərən sənədləri tapır. İbn Yəmin həbs edilir. Rəna Vasiflə qaçır. Daxmada Rus zabiti xəyanətkar ərəb zabitini öldürür. Vasif və Rəna daxmada gizlənir, çünki xavər onlara kömək eləyir. Sərxoş Arif gəlir, qısqanclıq və qəzəbdən xavəri boğub öldürür və Rənanı aparır. Meşədə quldurlar Arifi və Rənanı soymaq istərkən Elxan onları xilas edir. İbn Yəmin və saxta dindarlar Elxanın məhkəməsinə çıxarılır və cəzalandırılır. Vasif gəlir, Arif qısqanclıqdan Rənaya görə Vasifi güllələyir. İblis Arifə vurduğu adamın doğma qardaşı olduğunu deyir. Arif dəli olur. İblis insan xislətinin rəzilliyini elan edərək yoxa çıxır. Deməli, çaşdırıcı məqamlara baxırıq, sonra sadələşdirilmiş mövzuna baxacağıq. Test üsullarını sonra göstərəcəm sizə. Onu da yekunlaşdıracağıq. Deməli, Arif xavəri necə öldürdü? Arif qəsdən xavəri öldürməyə gəlməmişdi. Yəni, deyə bilməliyik ki, Arif oraya xavəri öldürməyə gəlib. Xeyr, o sərxoş idi. Rənanı axtarırdı. Xavər onu zirzəmiyə buraxmaq istəməyəndə Arif onu kobudluqla itələyib boğazından sıxır. O an şuuru yerində olmadığı üçün boğaraq öldürdüyünü fərq belə etmədi. Yəni, sonradan fərqinə var ki, Allah neyini öldürdü. Arif niyə öz qardaşını vurur? Arif Vasifin qardaşı olduğunu bilmirdi. Onlar illər öncə ayrılmışdılar. Meşədə Vasif Rənaya yaxınlaşanda Arif qısqanclıq böhranı keçirirdi ki, bunun da səbəbi məhz iblisin onun beynini yumasıydı. Rəna da yalnız qisas istəyirdi. İblisin də vur təkidi ilə Arif silahı çəkdi. Rəna kimi sevirdi bəs? Rəna əslində heç kimi sevmirdi. Onun tək dərdi atasının qatilini tapmaq idi. O həm İbn Yəminə, həm Vasifə, həm də Arifə yalnız bu məqsədə çatmaq üçün vasitə kimi baxırdı. Elxan niyə dindarlar öldürdü? Elxan dinə yox, dinin arxasında gizlənən riyakarlığa qarşı idi. O şəhiddir ki, papaz silah daşıyır. Xaxam və şeyx isə xarici kəşfiyyatlara, yəni fransızlara, ingilislərə satılıblar. Buna görə də onlara edam cəzası kəsdi. Keçirik sadələşdirilmiş məzmuna. Hekayə müharibənin getdiyi bir vaxtda Bağdad yaxınlığında ixtiyarın Saada daxməsi ətrafında başlayır. Arif adlı düşüncəli bir gənc dünyadakı bu qədər qan və vəhşəti görüb Tanrının ədalətini sorğulayır. Arifin bu mənəvi boşluğundan istifadə edən iblis onun qarşısına çıxır və onu yoldan çıxarmağa çalışır. Arif onu sevən, məsum xavərlə yaşayır. Bir gün oraya İbn Yəmin adlı varlı bir ərəb zabiti və Rəna adlı bir tibb bacısı gəlir. Rənanın atası öldürülüb və o intiqam
almağı and içib. İbn Yəmin isə qatili tapmaq bəhanəsi ilə Rənanı özünə tabe etmək istəyir. Arif Rənanı görən kimi onun keçmişdən xatırlayır və dəlicəsinə aşiq olur. O xavəri tamamilə unudur. İblis Arifə deyir ki, Rənanı əldə etmək üçün sənə güc və pul lazımdır. Arif ehtirasını yenilərək Rənanın ardınca gedir. Hadisələr İbn Yəminin evində davam edir. İbn Yəmin Rəna ilə zorla evlənmək istəyir. İblis buradakı xidmətçi cildindədir. O Arifə şərab içirdib onu iradəsiz hala salır. Rəna öyrənir ki, İbn Yəmin həm atasının qatilidir, həm də orduya xəyanət edən bir xaindir. Rəna Vasif adlı cəsur bir türk zabitinin köməyi ilə oradan qaçır. İbn Yəmin isə xəyanətə görə həbs edilir. Arif Rənanın Vasiflə qaçdığını eşidib qısqanclıqdan dəliyə döyülür. Rəna və Vasif qaçıb yenidən ixtiyarın daxmasında gizlənir. Xavər onlara kömək edir. Sərxoş və özünü itirmiş Arif daxmaya gəlir. O Rənanı axtarır. Xavər onun qarşısını kəsmək istəyəndə Arif vəhşiləşərək öz köhnə sevgilisi Xavəri boğub öldürür. Sonra Rənanı tapıb meşəyə qaçırlar. Meşədə Arif və Rəna quldurların hücumuna məruz qalır. Lakin fərari hərbçi ancaq çox ədalətli bir quldur başı olan Elxan onları xilas edir. Elxanın adamları həbsdən qaçan İbn Yəmini və din adı altında casusluq edən saxta ruhaniləri tutub gətirirlər. Elxan onların hamısına ölüm cəzası verir. Bu vaxt Vasif də meşəyə Rənanın yanına gəlib çıxır. Arif qısqanclıq və iblisin təhliki ilə Vasifə silah çəkir. Atışma olur və Arif Vasifi vurub öldürür. İblis gülümsəyərək Arifə yaxınlaşır və bildirir ki,